Əliyevin BMT-də çıxışı zamanı Zəngəzur dəhlizi, eləcə də 44 günlük müharibənin Ermənistanın kapitulyasiyası ilə başa çatdığı haqda dedikləri İrəvan kulislərində ixtilaflara səbəb olub. Ermənistanın hakim komandası daxilində əslində Vaşinqtonda nə baş verib sualı müzakirə edilir. Hraparak nəşri iddia edir ki, hakim komanda daxilində rəhbərliyə müxtəlif suallar ünvanlanır. Stat. Belə bəyanatlar fonunda insanları Vaşinqtonda sülh razılaşmasının əldə edildiyinə necə inandıra bilərlər? Rəhbərlik komandanı əmin edib ki, Vaşinqtonda həqiqətən də sülh əldə olunub. Müxtəlif bəyanatlar isə nəticəni dəyişdirmir. Lakin hakim komanda daxilində müzakirələr yenə səngiməyib. Müxtəlif versiyalar gündəmə gəlib. Bəziləri şübhələnir ki, Ermənistanla Azərbaycan arasında əslində başqa bir sənəd imzalanıb. Sadəcə olaraq Əliyev Paşinyana bunu sülh müqaviləsi kimi təqdim etməyə icazə verib. Nəşr iddia edib. 8 avqust Vaşinqton görüşündə Azərbaycan və Ermənistanın əldə etdiyi razılaşmalar sülh sazişini imzalanması istiqamətində böyük irəliləyiş hesab olunur. Ermənistanda sülhlə bağlı yaranan şübhələr isə daha çox daxili qarşıdurmadan qaynaqlanır. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.